aparıcılığını Zaur və Günay Baxşəliyevlərin etdiyi Zaurla Günaydın proqramı yenidən yayıma başlayır. Proqramın çəkilişləri artıq başlayıb. Verilişin qonaqları əməkdar artistlər Elnara Abdullayeva və Elza Seyidcahan olub. Qeyd edək ki, Zaur və Günay cütlüyünün aparıcılıq etdiyi proqram bir neçə il yayımlanıb. Bu mövsüm isə verilişin yalnız köhnə bölümləri efirə gedib. Proqram həftənin şənbə və bazar günləri yayımlanır. Qarabağ klubunun baş məşqçisi Qurban Qurbanov sosial şəbəkələrdə yayılan görüntüləri ilə diqqət çəkib. Məşqçinin qızı ilə birlikdə çəkilmiş səmimi anları izləyicilər tərəfindən maraqla qarşılanıb. Qısa zamanda yayılan görüntülər viral olub və müzakirələrə səbəb yaradıb. Paylaşıma çoxsaylı bəyənmə və şərhlər gəlib. İzləyicilər əsasən ata-qız münasibətindəki səmimiyyəti yüksək qiymətləndirərək müsbət fikirlər bildiriblər. Görüntülər sosial platformalarda günün ən çox danışılan mövzularından birinə çevrilib. Aparıcı Nanə Ağamalıyeva uzun fasilədən sonra efirə qayıdır. Bununla bağlı məlumatı ATV-nin Media və İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Ozal İbrahimli təsdiqləyib. O bildirib ki, Nanə yaxın günlərdə tamaşaçı qarşısına çıxacaq. Nanə verilişi yeni formatda, yeni studiya dekoru ilə efirə qayıdır deyə o əlavə edib. Qeyd edək ki, Nanə Ağamalıyeva ötən il 7 tamam proqramına aparıcılıq edib. Onun proqramının yayımı dayandırılıb. Bu mövsüm isə Nanə heç bir verilişlə efirə çıxmayıb.